Salam əziz izləyicilər. Bugün küknar ağacının faydasından danışaq. Bax bu 4 dənə küknar ağacıdır. Mən əkdim ki, küləkdən bağı qorusun. Qarşısını alır yetərincə az bir hissədə. Çox olsaydı daha çox qarşısını alardı küləyin. Digər tərəfdən həyət görünməsin deyə, açıq qalmasın deyə müəyyən bir sipər yaradır. Bu da bir faydasıdır. Həmişə yaşıldır. Daim havanın təmiz qalmasına yardım edir. Bax, bu da faydalarından biridir. Başqa bir faydası da var. Ailələrdə övladlar böyüyür. Allah xoşbəxt böyütsün hamısını və tədricən bir evə ailə sığmır. Başqa bir evdə tikilməsi ehtiyacı yaranır. Ən çox bu kənd yerlərimizdə və ev tikmək də bildiyiniz kimi asan iş deyil və tikinti materialları da bahadır, kifayət qədər bahadır. Ona görə əgər çəpər boyu şimal tərəfdən bu ağacları sıx-sıx əkmiş olsanız, ev tikilən zamanı da onu kəsib material eləmək olar. Ev ucuz başa gələr, materialı özünüzdən olar. Və bu da faydalarından biridir. Digər tərəfdən fikir verirsinizsə, təsadüfən məndə belə alınıb ki, küknar ağacının altında nar ağacı da var, bar verir. Və bunun alt budaqlarını bu il yenə darayacam, biraz yuxarı qalxacaq. Bu belə alınır ki, bir yerdə 2 ağac əkmişəm. Hələ ki, təsadüfən alınıb, indi baxaq görək nə effekt verir. Yəni, balaca bağlarda yer tutmasın deyə elə küknarın dibinə başqa ağac da əkmək olarmış, sən demə. Bax, bu cür faydalı bir ağacdır. Həmişə yaşıl olması da həm gözəllik verir, həm də dediyim kimi havanı təmiz sağ qalmasına xidmət edir. İndi fikirləşin özünüz, faydalıdırsa əkin, sıx-sıx əkin və onun düz qalxmasına, gövdənin düz qalxmasının qayğısına qalın. Elə ki, balaca vaxtı görsəz ki, əyri qalxır, uzaqbaşı bir düz nəsə bağlayıb sıxmaq olar, o düzəlsin, əyilməyə qoymamaq, çəkib bağlamaq da olar, məftildən bir yana. Belə, sağ olun, sağlıqla qalın.